Baş sponsor Azərsüd, sponsor West Mətbəx və Məişət Avadanlıqları. Mənim süfrəm ARB-də yenidən efirdəyik. Biz artıq bazar günləri qarşınızdayıq. Elmirə xanım və mən yenə buradayıq. Necə Sayımə xanım? Mən yaxşıyam. Sən necəsən? Sağ olun, Allah Xoş gəlmisən. Çox sağ olun, təşəkkür ederim. Çin qalmışdı, Çinə də getdin çoxdur. Yox, getmişdim Çinə, ikinci dəfə, bu dəfə ailəvi getdik. Çindən belə satdıq mallar var, istəmirsiniz belə getmişəm. Onu istəyərəm. Müxtəlif alətlərdir. Qiymətini deyərsən, verirsən sonra. Bu sizə bir hədiyyə göndərirlər. Bu belə bir şeydir. Yox, o çox bahalı hədiyyədir. Sən zaten mənə bir bahalı hədiyyə eləmişsən. Qoydum belə. O mənə bir sinyal lazımdır. Şəkərburanı bükəndə artıq əziyyət çəkməyəcəm. Ştativi belə qoyum, ya belə qoyum. Qoy, mən əvvəl bizim sonra belə şeylər var, satdıq. Kaset playerlər vardı o vaxtda. Qoyursan belə. Qoydum, play vurdum. Bilirsiniz də, əvvəl ticarət. Qoyun qılavuza. Deyəm, bir də sevirim mahnını. Yaxşıdır. O vaxtki səslər. Getdi, keçmişə. Bu mahnı ilə qəşəng bir dənə nostalji yemək lazımdır. Çox möhtəşəm şeydir. Çox sağ olun. Həqiqətən də. Bu da elə bir şeydir. Və nəzərə alsaq ki, mən musiqini xoşlayanam, rəqs eləməyi xoşlayanam. Bəs bu nədir? Bu elə bir mənim o kameram vardı, o üçün ştativ almışam belə. Bu tutaq ki, yandırdım bu kameranı. İndi görəcəksiniz yeniliyi. Tutaq ki, bu belə çəkir yuxarıdan, belə. O belə. Bir də belə eləmək olur. Verilişdə elə bir başın xarab oldu, çıxırsan belə maşın nazarla gedəndə fırlanır. Mənim başım xarab olmuyor belə. Bu oğlan qoy fırlatsın kameranı, mən isə sizinlə salamlaşıram. Dayanmır ya bu. Mənim süfrəmin etibarlı, dəyərli, gözəl tamaşaçıları. Mən sizi salamlayıram, mən sizi öpürəm, mən sizi bağrıma basıram, yaxşı ki varsınız. Allah sizin canlarınızı sağ eləsin, ruzunuzu bol eləsin ki, sizin qazanlarınız daimi o peçin üstündə pak-pak qaynayıb, gözəl təamlar hazırlayasınız. Və Fərid vurğuladığı kimi, mən çox sevindim ki, verilişimiz artıq bazar gününə keçibdir. Çox gözəl bir vaxtdır, həqiqətən də ikiyə işləmiş. Ne çünki artıq hələ o vaxt hamı evdə olur, hələ heç kəs şəhərə gəzintiyə çıxmır, yəni toya getmir və siz həmin o vaxtı oturub rahatcana mənim süfrəmə baxıb maraqlana bilərsiniz. Görəsən, bugün Fəridlə Ema xanım nə hazırladı? Və çox sağ olun ki, varsınız, həqiqətən də. Bugünkü verilişdə çox sadə, dadlı, təamlı, sərfəli bir reseptlə gəlmişəm. Təbii ki, Fərid verilişdədirsə, isti xörək Fəridin istəyidir, şirin piroq mənim təklifimdir. Çox qəşəng, sadə, amma eyni zamanda çox gözəl bir piroqdur. Deməli, mən neynirəm? Mən əvvəl piroqu hazırlayım, piroqun xəmirin, korju bişsin, ondan sonra keçid alaq boranı plova. Mən xəstələnmişəm, Elma xanım. Çindən qəşəng virus qətmişəm siz üçün. Yox, mən virusdan qorxan deyiləm. Amma əgər sənə burada oturmaq çətindirsə, yəni istənilən vaxtı İtib zəhənnəmə gedə bilərsiniz. İraq olsun. Mən sənə o sözü heç vaxt demərəm. Heç vaxt. Mənim balam. Fərid. Ay Fərid. Mən belə getsə, deyəsən, bura öz mikserimi gətirəsi olacam ki, sənə çox əziyyət verməyəm. Piroq üçün lazım olan ərzaqlar. 6 ədəd yumurta. 1 paçka vanil. Və mən niyə vanili bura əlavə eləyirəm? Kimin ki yumurtaya qarşı həssaslığı varsa, vanillə birlikdə çalanda çox qəşəng olur. Vanillə yumurtanı bir 5 dəqiqə ikisini birlikdə çalıram.
Bir stakan şəkər əlavə eləyirəm və bu kütlə ağarana qədər mən çalıram. Elə mənə mənim tək sözüm yoxdur. Fərid, bu biraz mahnıya qulaq asın. Mənə 20 qram xama lazımdır. Mənə 200 qram xama lazımdır. Çox sağ ol. Əlavə eləyirik 200 qram xama. Mən içində elə biraz üstü açıq yatdım. Pekində çox soğuk idi. -3, -2 idi. Elə soyuqdur orada. Hə, sən papaqla idin bir gün. Soğuk idi. İqlim dəyişdim, klimat change. Это grip. La bu Sovet vaxtı uşankalar giyirdilər Sibir tərəfdə. Onlara oxşadı. Sibir tulalarını oxşuyordum. Yox, mən elə demirəm də. Sən niyə belə mənim sözlərimi çevirirsən, mən bilmirəm. Axı mən sənə o sözü demirəm. Sən verirsən girişi, davamını deyirsən gətir də özün. Mən neyiniyim ki, sən onu elə başa düşürsən? Hə, səni verənə şükür. Yumurta ilə şəkərin köpü yatmamaq şərti ilə bax bir iki dənə belə xırda sürətdə dövrə vururam. Və mən bunu saxlayıram. Burada 3 stəkan un var, bir paçka kabartmanı əlavə elədim. Bunları yaxşıca qarışdırdım. Və hissə-hissə əlavə eləyirəm çalınmış kütlənin içinə. Və bu xəmiri qarışdıranda mənim əzizlərim, ancaq bir istiqamətdə və bunu elə edin ki, altdan yuxarı, bax belə, altdan yuxarı. Fikir verin, əziz tamaşaçılar, xəmirin köpü yatızdırmadım da. Yəni ki, siz də elə, bax belə bu xəmirlə işləyəndə çalışın ki, xəmirin köpü yatmasın. Onda sizin bişirdiyiniz, bax bu cürlə biskvit, yağlı biskvit çox qəşəng, hündür olacaq. Çox sadə və eyni zamanda çox dadlı bir piroqdur. Əziz tamaşaçılar, siz bu biskviti, deməli, biskvitdən tortda hazırlaya bilərsiniz. Biz, hətta mənim süfrəmə təzə gələndə, mən o tortu eləmişəm, bəli. Bişmiş quşonka ilə, qozla, çox məsələn, kimsə zəng elədi ki, sizə gəlirik, özünüzü itirmədən, hamının evində un var, şəkər, yumurta, bitki yağı, çalışın xama həmişə bir dənə də olsun, sizdə soyuducuda olsun və kim gəlir, xoş gəlib. Evinizdə bişmiş zquşonka var, çox yaxşı. Kremlə eləyirsiniz. Bu gün mən, deməli, çiyələk cemi ilə olacaq. Çox və çox gözəldir. Deməli, bir-iki dəfə belə vururuq. Niyə? Ki, xəmir düppədiz olsun. Bizim soba zəifdir deyənə biraz, yəni mənim evdəkimdən. Mənim reseptimdə 170 dərəcə yazılır. Studiyadakı peçdə 180 dərəcədə yəni, pişəcək. Yəni, sobadan asılı olaraq dəyişir. Bəli, bəli. Piroqu qoydum bişməyə. Deməli, mən bu balığı 3 hissəyə bölürəm. Deməli, bircə dəqiqə buradan kəsim bunu. Bax belə.
2 hissəyə də bölmək olar və mən bunu neynirəm? Mən bunu bax belə. Burada için çalatını çıxardım. Məsələn, sual olur ki, Ema xanım, necə eləyək ki, balıq duzlu olmasın? Bunun bir çəmi var. Məsələn, evdə 1-2 saat soyuq suda saxlayırsınız. Amma yəni ağzımızda şor balıq deyirik də. Yəni ki, bu duzlu olmalıdır. Baxın, görün. Bunu da çıxartdım. Mən bunları yığıram belə tavaya. Bunu bükmək də olar, yəni istənilən halda. Məsələn, bu yaxınlarda görmüşəm ki, hətta tavaya qoyanda boşqabın içinə yığırlar balığı. Fərqi yoxdur. Və mən neynirəm? Mən biraz, bax belə yağdan xudmani. Belə daha qəşəng olur. Əslinə qalanda mən evdə, məsələn, işləyəndə başı skumbriya var. Onun çox xoşum gəlir. Yəni ki, rahatdır nəyə görə? Onun, deməli, xırda sümüyü az olur. Və mən onu, deməli, qazanda qızardıram, təmizləyirəm, dənələyirəm, qoyuram boşqaba və ortaya artıq servis elə gəlir. Deməli, bunun bir çəmi var. Kağızı islatmaq, yaş kağıza balığı bükmək və hasandı sulu. Biraz bura, belə su əlavə elədim. Və qoyuram bunu burada bişməyə. O hazır olandan sonra onu qəşəng dənələyib boşqaba qoyacaq ki, aşın üstündə, yəni ki, yeyənlər çox rahat olsun. Əllərini bulaşdırmasınlar, əlləri onun o dərisinə dəyməsin. Bax, belə. İndi mən neynirəm? Mən indi, deməli, boranını doğrayıram. Bugünkü boranı plovu hazırlanır 600 qram düyü və bizə təmiz 800 qram doğranmış boranı lazımdır. Məsələn, mən evdə bunu hazırlayanda, mən bunu axşamdan hazırlayıram boranını ki, bir də ona vaxt itirməyim. Streçləyirəm, qaba qoyuram. Verilişimizin baş sponsoru Azərsüddür dostlar. Onu da deyim ki, süd məhsulları zülal mənbəyidir, kalsium mənbəyidir və biz verilişimizdə həmişə Azərsüd məhsullarından istifadə edirik. Bunu görürsünüz. Süd və süd məhsulları xüsusən böyümə çağında sümük diş, əzələ inkişafı və sinir sistemi üçün vacib bir mineral olan kalsium baxımından da zəngindir. Azərsüd fermasının təzə və təbii südlərdən istehsal edilən sağlıqlı və ləzzətli süd və süd məhsulları təbiiliyi qorunaraq uşaqlardan böyüklərə qədər bütün süd məhsullarını sevənlərə təbii yollarla özünə məxsus qablaşdırmalarda çatdırılır. Azərsüd, təbii ləzzət, təbii ki, fermamızdan. Verilişimizin sponsoru West mətbəx və məişət avadanlıqlarıdır. Verilişimizi 6 ildir davam edir. Demək olar ki, 15 ildir ki, mətbəximizdəki bütün avadanlıqlar Westdəndir. Baxın, bu gördüyünüz xəmir yoğuran, ət maşını, blender, samavar, bıçaq, taxta, toz soğuran, yəni ev üçün nə lazımdırsa ən keyfiyyətlisi Westdəndir. Dostlar, həqiqətən düz sözümdür. Bizim illərlə dəyişməyən, baxın, burada olan bir samavar. 5 ildir bu işləyir, 4 ildir o işləyir, 3 ildir bu işləyir. Yəni biz keyfiyyətinə əminik və burada Elmira xanım istifadə edir, keyfiyyətindən məmnundur, biz də məmnunuq. Göstərilən nömrəyə zəng eləyin, özə bir sinətə zəng eləyirsiniz, özləri qapıya gətirib çatdırırlar. Bu qədər sadə. Təşəkkürlər, West. Fəridin xoşu gəlir ki, hamısı, bütün proses verilişdə geçsin deyənə, yoxsa ki, mən bunu irəlidən hazırlayardım. Elmira xanım, Ayca, mən gedirəm, tamaşaçılarla üzr istəyirəm, xəstəyəm, ölürəm. sən Allah Sizə keçirirəm, mən gedim.
Gəlib yatım, dincəlim. Görüşər inşallah. Növbəti verilişdə. Özünə müğayət ol. Amma çalış ki, nə Rəsula keçirtmə. Görsün ki, malina mürəbbəsində ehtiyacın var, gəl bizdən götür. Rayona gedəndə. Allah şəfa versin. Artıq balıq hazırdır. Vamxutda bişir və piroqumuzun da korju hazır oldu. Siz bir dənə bu gözəlliyə baxın və mən onu qoyuram hələlik bura. Mən deməli boranını doğruyum, qutarım ki, mənə deməli lazımdır 800 qram. Və mən çalışıram ki, doğradığım kublar, bax, belə olsun. Onsuz da deməli daşma plovdur, bişəcək hazır olacaq. Bunlar da mənim payımdır. Mən çox xoşlayıram. Bilmirəm, sizin aranızda elə adam var ya yoxdur. Mən çox xoşlayıram boranını, bax, belə çiğ halda yemək. Çox belə dadlı, ləzzətli bir tamdır. Sual olar ki, boranını artıq eləmək olar, problem deyil. Sadəcə olaraq elə eləyin ki, deməli, düyü boranının içində itməsin. Artıq 800 qram oldu, baxın, görün. İndi mən deməli, bu boranını qoyun bir kənara. Mən bizim piroqla işimizi qutarım. Cemli piroq olanda onun üstünə cem isti çəkilməlidir. Mən də onu edəcəm. Hər tərəfdən bu qədər qırağından deməli kəsirəm. Və mən istəyirəm ki, bilmirəm, baxın, görün. Çox və çox gözəl görünüşü var, çox ləzzətlidir və inanın ki, bu piroqun çox özünə məxsus gözəl dadı var, sadə, kalorisi çox deyil, yəni bunu hətta bizim aramızda arıqlamaq istəyənlər də çayla nuş edə bilərlər, rahatlıqla və mən düzəliş verirəm və yenə də bayaq vurğuladığım kimi, mən indi Heydərdən bir dəfə də xahiş eləyəcəm. Deməli, Heydər, bunu belə bir krupni planla götürgünə. Tort hazırlayan xanımlar, baxın, görün, siz bunu tortda da istifadə edə bilərsiniz və artıq bu biskviti islatmağa ehtiyac yoxdur. Ona görə ki, tərkibində xama var və bitki yağı var. Və eyni zamanda vurğulayıram, çox və çox ləzzətli piroqdur. Bu mənim hazırladığım çiyələk cemimdir. İstənilən cem ola bilər. İstənilən. Deməli, bu cemin hazırlama prosesi YouTube kanalımda var. İndi Allah qoysa gələn il çiyələyin mövsümündə biz bunu, amma biz yeməkxanada da bunu hazırlamışıq. Və məsələn, bizim evdə bu mürəbbə əvəzi istifadə olunur. Ona görə ki, 1 kilo çiyələyə, təmiz çiyələyə 700 qram şəkər götürülür. Bax, bolluca. Sual olar ki, Ema xanım, nə əcəb 2 hissəyə bölmədiniz? İstərsiniz bölün, amma yəni biz piroq deyirik. Yəni bu tort deyil ki, bölünsün. Bax, görün, deməli, bax, bunlar var ha, bax, bu çiyələklərdir. Siz YouTube kanalımda prosesə baxsınız, bolluca. Mən niyə bunu isti elədim piroqun üstünə ki,
Piroq nə qədər istidirsə, indi o deməli çələyin o sokunu piroqun bax korş çəkəcək özünə. Çox yumuşaqdır, çox zərifdir. İnanınız ki, yəni bunu özünüz hazırlasaz, özünüz də görəcəksiniz ki, mən dediyimdir. Mən indi gözləyirəm ki, bu kəsdiyim qıraqlar soysun ki, biz onları blenderdən keçəndə xəmir olmasın. Və mən piroqu qoyuram yenə kənara. Bax bura. Artıq keçirəm plovumuzu yığmaq prosesinə. Bu suyu süzürəm mən. Mən sizə bir şey göstərmək istəyirəm. Yəni, mən həmişə düyünü evdə də yuyanda, bax, belə süzgəclərlə işləyirəm. Niyə? Yəqin ki, siz də artıq elə eləyirsiniz, amma yenə də fikir olsun, faydalı məsləhətdir. Baxın, görün. Düyü onda artıq rakovinaya getmir. Yəni, bütün düyü qalır bizim bu süzgəcdə və onu gətirib qaytarıram bura. Bizim belə gözəl qazanımız var. Bu düyü, bu da deməli bizi hazırladığım boranı. İndi mən bunu nə edirəm? Yəni, burada 600 qramdır. Yəni, siz bilirsiniz ki, mən həmişə hər şeyi çəki ilə də yəni eləyirəm. Onda daha yaxşı olur. Bax, belə. Birinci qat düyü. Yəqin ki, cənub bölgəsində bu aşı bişirəndə ona görə birinci qatı bunu eləyiblər ki, qazımağına görə. Və çox gözəl, ləzzətli bir qazımağı olur. İndi isə gəlir buranı. Çox inanınız ki, həddindən artıq sözün əsl mənasında çox dadlı bir plovdur. Buranı mən 2 hissəyə bölürəm. Niyə? İndi yenə də görəcəksiniz. Bax, belə. Gəldi ikinci qat düyü. Cənub bölgənin bütün xoreyləri dadlıdır. Sözün əsl mənasında, amma bu boranı ilə olan bir sualı, yəni ki, halaldır onlara. Düzdür, mən boranı plovunu 2 üsulla hazırlayıram. Bir daşma, bir də süzmə. Və hər iki plov çox möhtəşəm olur. Mənim əzizlərim, baxın, görün, boranı gəldi bura. Və boranını mən örtürəm düyünən, amma bişən zaman yenə də boranı çıxacaq üzə, narahat olmayın. Və Azərbaycan milli mətbəxində bu daşıma plov çox dadlı, ləzzətli bir üsuldur. Bunun üstünə, əziz tamaşaçılar, mən 5 xorey qaşığı şəkər səpirəm. Bax, belə. 1 çay qaşığı sarı kök. 1 çay qaşığı duz. Və üstünə çıxana qədər süd əlavə eləyirəm. Və qoyuram ki, bura qaynara düşsün. Qaynara düşən kimi biz tamam bunun xodun azaldırıq. Elə ki, südü də çəkiləndən sonra mən deməli dəsmaldan üstünə yağ əlavə eləyəcəm, dəsmalı örtəcəm. Bir 20 dəqiqədə dəmdə qalsa olur, çox möhtəşəm. Bu artıq hazırdır. Əziz tamaşaçılar, Vamxodda deməli
bişmə prosesi gedir və südümüz çəkilir. Elə mən nə edirəm? Deməli 300 qram yağ kəsirəm və bax belə-belə mən indi bunu qoyacağam bunun üstünə. Mən 300 qram deyirəm. Siz istəsəz 400 qram da edə bilərsiniz. Siz istəsəz 200 qram da edə bilərsiniz. Amma artıq kim ki boranı plovu hazırlayır, onlar bilirlər ki, boranı plovu yağı xoşlayır. Düzdür, Xatirə xanım? Bəli. Və mən həmişə Cənub bölgəsinə aid xörək bişirəndə elə hesab edirəm ki, mən imtahan verirəm. Ona görə ki, bizim aramızda Lənkəranlı xanım var. Bax belə. Bütün prosesi sizə göstərirəm. Yəni bu indi Fərid özü olmasa da Fəridə xəyanət eləməyim. Fərid necə xoşlayır elə də eləyək. Amma yenə də vurğulayıram ki, mənim əzizlərim, bu aşın dadı, ləzzəti onun yağındadır. Siz bir dənə buna baxın və bu yağ əridikcə qəşəng qazmaq da tutacaq, olacaq möhtəşəm. Və mən bu kağızı örtürəm üstünə. Və ta ki aş hazır olana qədər biz onu bax belə də saxlayacağıq. İndi isə mən nə edirəm? İndi isə mən piroqunda işini bitirim, qəşəng doğrayım, onu qəşəng sizə təqdimat eləyim. Bax belə. Alınan, deməli, kəsilən qıraqları mən blenderdən keçirdirəm. Niyə? Əvvəllər düzü biz bunu törkadan edirdik, sürkəcdən edirdik. Amma indi çox bir rahat üsul var. Yəni, və mən çox istəyirəm ki, bizim bütün xanımlarımız mətbəxdə öz işini hasand eləsin. Hətta, əziz tamaşaçılar, belə, bax, 2 dəqiqə də keçmirik. Yəni, baxın, görün, hamısı eyni bərabər ölçüdə, tez, rahat, qolumuz ağrımadan və mən nə edirəm? Mən deməli, mən cemi piroqun üstünə deməli çəkəndə, mən nə dedim sizə ki, bu piroq, o bütün o cemin, sokun, şirəsin özünə çəkəcək, elə də olub. Və mən indi, bax, bu ovuntunu səpirəm üstünə, biraz da belə qalsın və mən bunları qəşəng pirojnalara kəsib, qəşəng boşqablarımıza düzəcəyik və biz bunu çayla nuş edəcəyik. Siz də bişirin. Yəni ki, bax, görürsünüz ki, mən hansı ərzaqlarla işləyirəm. Əziz tamaşaçılar, məsəl üçün, çox tez verilən sual. Onlar xamanın əvəzinə qatıq istifadə eləyək, mənim əzizlərim. Ay, sizin başınıza dönüm. Əgər siz nəsə sual vermək istəyirsiniz, o başqa məsələ. Amma siz maşallah bu cür savadlısınız. Bu cür nə telefonlar əlinizdə var, kompüterlər var. Yəni siz xama ilə qatığın arasında yəni fərqi başa düşmürsünüz ya da üzüm sirkəsi ilə alma sirkənin arasında. Yəni sizə qurban olaram mən. Əgər deyilirsə xama, deməli xama. Biri var quzu əti, biri də var qoyun əti. Quzu ilə qoyunun arasında fərq nə qədərdir? Ona görə də burada olmalıdır xama. Qatıq xəmiri biraz ağır eləyir. Qatıq xəmiri biraz tamda başqa cür edir. Yəni, mənim əzizlərim, Emma xanım deyəndə ki, xama olmalıdır, deməli xama olmalıdır. Və mən piroqu da bax belə səptim ovuntusunu hazır elədim. İndi bu biraz da belə qalsın və mən bunu qəşəng belə pirojnalara bölüb qəşəng sunum edəcəm.
Verilişimizin baş sponsoru Azərsüdü dostlar. Azərsüdü tərifə ehtiyacı yoxdur. Çünki təbii məhsuldur. Öz inəklərimizin südündən hazırlanan müxtəlif kərə yağları, ayranlar, xamalar, kəsmiklər, südlər, pendirlərin ləzzətinə çatan yoxdur. Biz verilişdə həmişə Azərsüdün bütün məhsullarından istifadə edirik. Evdə də həmişə yoldaşım deyir ki, marketə get, nəsə yağ ala. Həmişə deyir ki, Azərsüdün yağından al. Çünki o təbiidir, o ləzzətlidir, o əsl yağdır. Süd və süd məhsulları xüsusən böyümə çağında sümük diş, əzələ inkişafı və sinir sistemi üçün vacib bir mineral olan kalsium baxımından da zəngindir. Azərsüd, təbii ləzzət, təbii ki fermamızdan. Artıq buranın plovum da hazırdır. Deməli, mən əlimi balığa vurmamış piroqu kəsim. Çox inanılmaz dadlı bir piroqdur. Mən çox sizə məsləhət görərdim. Hazırlayın, dadına baxın. Yəni, bu piroq, belə deyim də, bişmək vaxtı ilə götürsün, ən uzağı 40 dəqiqəyə hazır olan piroqdur. Və əgər sizin evinizə qəfil qonaq gəlirsə, özünüzü itirməyin, dərhal bu piroqu hazırlayın və sizin evinizə gələn qonaqlar bunu nuş eləsin. Mən bu balığı bugün təmizləmirəm. Niyə? Mən istəyirəm ki, biz ora qoyanda bu görsənsin, çox qəşəkdir, çox gözəldir. Mən bunu bax bu cürünə servis edəcəm. Hayf ki, Fərid yoxdur. Qazan aşdı götürərdim indi. Bəh, 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 bəh. Burada bir ətir var ki, və baxın görün, adı daşmadı, amma düyüsü dənəş-dənəş, qəşək. Və mən indi sizə göstərəcəm ki, boranı da bişibdir, gözəldir. Mən çox qarışdırmıram, mən istəyirəm ki, qazmağını indi orada nə tutubsa, onu biz götürə bilək. Əziz tamaşaçılar, mən sizə bir dənə boranını görsədim ki, boranı bişibdir. Baxın, görün, yumuşaq. Bax, belə. Yəni, əgər birdən fikirləşərsiniz ki, boranı çiğ qalıb, qətiyyən elə şey ola bilməz. Və mən indi düyünü də, boranı plovu da servis edim. Deməli, qazanımız təzədir deyənə və nəzərə alsaq ki, südlə bişibdir, xudmani bir balaca qızarıb, amma problem deyil, çox ləzzətli bir qazmaq olacaq. Və baxın, görün bizim boranı plova. Deməli, düyü dəndəndir, əzilməyibdir və siz də bişirəndə çalışın, video diqqətlə baxın, verilişə diqqətlə baxın. Əgər verilişdə nəyisə qaçırtmısınızsa, İş Medianın YouTube kanalında deməli mənim süfrəmin deməli videosu gedir, təkrarı gedir və siz orada buna baxa bilərsiniz. Mənim əzizlərim və bu cür dadlı, ləzzətli xörəyi bişirməkdən ötəri nə etmək lazımdır? Bazar günü 2-yə 15 dəqiqə işləmiş televizorun qabağında oturub mənim süfrəmə baxmaq. Baxın, görün. Maşallah, 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 maşallah. Qəşəng şirniyyatımız, qəşəng boranı plovu, ələ düşməyən badımcan turşusu, daha hələ balığı mən demirəm və ancaq mənə nə qalır sizə demək, sizlərə nuş olsun.
Baş sponsor Azərsüd, sponsor West Mətbəx və Məişət Avadanlıqları.